Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Biz bugün sizlə 17 may tarixində keçirilən OTK sınağının izahını verəcəyik. Bu 11-ci siniflər üçün keçirilmiş sınaqdır. Başlayaq izahlara. 31-ci sualda 1903-cü ildə Tiflisdə nəşr edilən Şərq Rus adlı qəzetin redaktoru olmuş Azərbaycan ziyasına aid olan məsələlər istəyir. Bu şəxs Məmmədağa Şahtaxtinskidir. Bakıda ilk milli qiraətxana Nərman Nərmanovdur. AXC-nin son iki hökumət kabinetinə rəhbərlik edib Nəsib bəy Yusifbəyli, xüsusi Cənubi Qafqaz Komitəsində Azərbaycanı təmsil edib Məmməd Yusif Cəfərov, 2-ci Dövlət Dumasında, bəli, Məmmədağa Şahtaxtinski iştirak edibdir. Bu borc bəyannaməsini İsmail xan Ziyadxanlı və Əli Mərdan bəy Topçubaşov imzalamışlar. Burada D variantı doğru cavab olacaq. 32-ci sualda deyir, 1-ci Dünya müharibəsi dövründə Osmanlı imperiyası mübarizə aparmamışdır. Zaqafqaziya Seymi ilə bilirik ki, müharibələri var idi. Bolqarıstanla müharibə aparmamışdı. Çünki Bolqarıstan onun müttəfiqi idi. 1915-ci ildə Bolqarıstan Dördlər İttifaqına qoşulur və yaxud da ki, ittifaqa qoşulmasıyla Dördlər İttifaqı yaradılır. Və ona görə də Bolqarıstanla 1-ci Dünya müharibəsi dövründə Osmanlının mübarizəsi yox idi. Yəni cavabımız 32-ci sualda B variantı olacaq. 33-cü suala baxırıq. Eradan əvvəl 3-cü əsrin ikinci yarısında Qədim Atropatena dövləti və Qədim Albaniya dövlətlərini istəyir. Qədim Atropatena dövlətində yazıb ki, Roma imperiyası ilə dostluq münasibətlərinin saxlanması. İmperiya yox idi bu dövrdə Romada. Roma imperiyası eradan əvvəl 27-ci ildə yaradılıb. Selevki dövlətindən asılı vəziyyətə düşüb eradan əvvəl 223-cü ildə daha doğrusu, eradan əvvəl 223-cü ildə. Baryak üsyanının yatırılması, Baryak üsyanı da Atropatena dövlətinə düşmür. Eradan əvvəl 327-ci ildə yatırılmışdı. Atropata aiddir, amma Atropatena dövlətinə aid deyil. Yəni, birə B variantını götürəcəyik. Qədim Albaniya dövləti. Deyir, yerli hökümdarlara aid pulların kəsilməsi. Bunu saxlayaq. Roma İmperatoru Adrianla dostluq münasibətləri yenə Adrian eradan əvvəl 3-cü əsrin ikinci yarısına aid deyil, 2-ci əsrdədir. Feodal münasibətlərin yaranmaya başlaması 3-cü əsrdədir. Yəni, 2-yə də götürəcəyik A variantı. 1-ə B, 2-yə A variantı götürdük. Yəni, 33-cü sualımızın cavabı C variantı olacaq. 34-cü suala baxırıq. 1-ci Dünya müharibəsində Almaniya müttəfiqi Osmanlı dövlətinə qarşı xain addım ataraq Sovet Rusiyası ilə gizli saziş imzaladı. Almaniya hökuməti gizli sazişə əsasən müəyyən qədər neftin müqabilində Bakını Azərbaycan və Osmanlı qoşunlarının qorumaqla bağlı öhdəlik götürdü. Mətndə verilən tarixi proseslərin nəticəsində Sovet Rusiyası Bakıda hakimiyyətini bərpa edə bilmədi. Elə bu doğru cavabdır uşaqlar. Sovet Rusiyası Bakıda hakimiyyətini bərpa edə bilmədiyi üçün də Almaniya sonradan bu sazişdən imtina edir. Yəni, digər variantlar Almaniya hakim dairələri AXC-nin hökumət üzvlərini öz tərəfinə çəkməyə nail ola bilmir. AXC-də ilk siyasi böhran bununla bağlı deyildi. İngiltərə qoşunlarının komandanı Denstervil Bakı şəhərinə də keçirməsi bu yenə bununla bağlı bir məsələ deyildi. Avqustun 4-də idi. 1918-ci il avqustun 4-də. Bakıda fəaliyyət göstərən Xalq Komissarları Sovetinin hərbi mövqeyi möhkəmlənir. Bu da səhvdir, yanlış cavabdır. Yəni cavabımız A variantı olur. 35-ci sualda yeni iqtisadi siyasət proqramı Vyetnam müharibəsini başa çatdıran, hətta bu onun ən böyük uğuru idi. Cavab Richard Nixondan gedir, B variantı. 36-cı sualda deyir ki, 2023-cü ildə lokal antiterror əməliyyatından əvvəlki dövrdə baş vermişdir. Lokal antiterror əməliyyatı 2023-cü ilin sentyabr ayında baş vermişdir, sentyabrın 19-20-sində. Şuşada Dünya Azərbaycanlıların 5-ci qurultayının keçirilməsi isə 2022-ci ilin aprelində idi. Yəni, A variantı elə bizim doğru cavabımız olacaq. Antiterror əməliyyatından əvvəlki dövrdə baş vermişdir desə, bəli, A variantı elə bizim doğru cavabımız olacaq. 37-ci suala baxırıq. Şah 1-ci Abbas və Nadir xan Əfşarın oxşar cəhətlərini istəyir bizdən. Rusiya ilə diplomatik danışıqların aparılması, deməli, Şah 1-ci Abbasda var idi Rusiya ilə diplomatik danışıqlar. Nadir xanda da var idi. Bilir ki, Nadir xanın Rəşd müqaviləsinin imzalanması falan. Burada diplomatik, hətta Gəncə müqaviləsi. Yəni, burada da diplomatik münasibətlər, danışıqlar var idi. Yəni, biri götürəcəyik. Səfəvilər dövlətinin sərhədlərinin bərpa edilməsi, bəli, 1735-ci ildə Nadir xan 3 kilsədən sonra Osmanlı qoşunlarda daxil olmaqla bütün əraziləri azad edir. Yəni, onların çıxarması da daxil olmaqla bütün Azərbaycan ərazilərini azad edir. 1-ci Abbas da eyni ilə, yəni bütün Azərbaycan ərazilərini azad edib Səfəvilər dövlətinin sərhədlərini bərpa etmişdi. Nadir xan dediyi üçün Səfəvilər dövlətinin sərhədlərinin bərpa edilməsi götürə bilərik.
1-2 bizim doğru cavabımızdır. Elə A variantı olacaq. Xorasanın Şeybanilərdən azad edilməsi Şah 1-ci Abbas aid olsa da Nadir xan Əfşara aid deyil. Mərkəzi Təbriz olan Azərbaycan bəylərbəyliyi bu Nadir xan Əfşara aid olsa da Azərbaycan əyaləti idi əlbəttə ki. Bu Nadir xan Əfşara aid olsa da Şah 1-ci Abbas da Azərbaycan bəylərbəyliyi olsa da mərkəzi Təbriz deyil, Ərdəbil şəhəri idi. Ona görə də cavabımız 1-2 olacaq A variantı. 38-ci sualda bizdə Avropanın 16-cı əsr, amma İngiltərə ilə Almaniyanı istəyir əlbəttə ki, 16-cı əsr tarixini istəyir. Deməli, İngiltərədə deyir Tudorlar sülaləsinin hakimiyyətə gəlməsi. Bu 1485-ci ildir Al-Qızılgül, Ağqızılgül müharibələrinin sonunda. Yəni A-nı götürməyəcəyik, bu 15-ci əsr eləyər. Anglikan kilsəsinin yaradılması bu 1485-ci ildir. Anglikan kilsəsinin Anglikan kilsəsinin yaradılması 16-cı əsr edir. Yəni bunu götürəcəyik. Torpaq sahələrinin çəpərləmələr də 16-cı əsrdə başlamışdı. Bunu da götürəcəyik. 1-ə BC olacaq. Almaniya, ölkədə siyasi parçalanmaya son qoyulması. Ölkədə siyasi parçalanmaya son qoyulmasını götürməyəcəyik 16-cı əsrdə, çünki Almaniyanın birləşdirməsi 19-cu əsrdədir. Cənubi Amerikada xeyli müstəmləkələrə sahib olmasını yenə Almaniya bu dövrünə götürməyəcəyik. Cənubi Amerikada Almaniyanın xeyli müstəmləkələri yox idi. Daha çox müstəmləkə İspaniyada idi. Bir dənə də Portuqaliyada Braziliya ərazisi var idi. Protestantların dini azadlığının tanınması, bəli, bu var idi. Augsburg sazişi ilə 1555-ci ildə tanınmışdı. Yəni 1-ə BC, 2-yə də C variantı bizim doğru cavabımız olacaq. 39-cu suala baxırıq. 19-cu əsrin ikinci yarısında Bakı şəhərinin mədəni həyatında baş vermiş dəyişiklik istəyir bizdən. Bakı şəhərinin quberniya mərkəzinə çevrilməsi 1859 olsa da, bu mədəni həyatda dəyişiklik deyil. Şimali Azərbaycanda ilk qəza məktəbi Şuşada idi, 1830 idi. Həm Şuşada olmasına görə, həm də ki 19-cu əsrin birinci yarısında olmasına görə götürmürük. Orta təhsil verən ilk qız gimnaziyasının açılması 1874-dür. C variantı bizim doğru cavabımız olacaq. Yəni şəhər islahatı Bakı şəhərinin mədəni tədbiri deyil. Müəllimlər seminariyası da Bakı şəhərində bu dövrdə yox idi. İrəvanda 1881-də var idi. Yəni olacaq 39-cu sualda doğru cavabımız C variantı. 40-cı suala baxırıq. 40-cı sualda qədim Hindistanda ari tayfaların məskunlaşdığı minillikdə qədim Misir istəyir. Yəni bizdən eradan əvvəl 2-ci minillik istəyir. Yuxarı Misir padşahlığı tərəfindən vahid dövlətdə birləşməsi, Misirin vahid dövlətdə birləşməsi eradan əvvəl 4-cü minillikdir. Makedoniya imperiyasının yürüşünə məruz qalması eradan əvvəl 332, yəni eradan əvvəl 1-ci minillikdir. Hitlerlə Kadeş sülhü, bəli, eradan əvvəl 2-ci minillikdə idi. Cavabımız C variantı olacaq. 41-ci suala baxırıq. 41-ci sualda deyir Rusiya hökmdarı 1-ci Pyotrun həyata keçirdiyi islahatların nəticələrindəndir. Bəli, daimi nizami ordu yaratmışdır və ilk hərbi donanma Rusiya tarixində yer almışdır. A variantı doğru cavab olacaq. 42-ci sualda bizdə Təbrizdə 29 Bəhmən üsyanına aid məsələləri soruşur. Qacarlar və İngiltərə hökumətləri arasında imzalanmış müqaviləyə qarşı idi. Yəni bu ola bilməz, çünki Qacarlar dövləti artıq bu dövrdə yox idi. Qacarlar 1925-ci ildə artıq fəaliyyətini dayandırmışdır. İkinci Dünya müharibəsində Cənubi Azərbaycana hərbi müdaxilə etmiş SSR qoşunlarına qarşı idi. Yenə İkinci Dünya müharibəsi dövründə baş vermiş üsyan 21 Azər hərəkatı idi. Hansı ki bu 29 Bəhmən üsyanı deyildi. Pəhləvi monarxiyasına qarşı olmasını götürəcəyik. Rıza Şah hərbi polis rejiminə qarşı idi. Bu yanlış olacaq, çünki Rıza Şahın da fəaliyyəti 1941-ci ildə artıq yekunlaşmışdı. Yerinə Məhəmməd Rıza Şah gəlmişdi hakimiyyət. Yəni burada cavabımız Y variantı yalnız 3 olacaq. 43-cü suala baxırıq. 43-cü sualda bizdə deyir ki, Neolit və Eneolit dövrlərindən fərqli olaraq Tunc dövründə insanların həyatında baş vermiş dəyişikliklərdəndir. İnsanların duluzçuluqla məşğul olması, duluzçuluq bilirik ki, uşaqlar Neolit dövründə yaranıbdır. Yəni Eneolitdə də, Tuncda da mövcud ola bilər. Biri götürməyəcəyik. Üzümçülük və şərabçılığın yaranması, bəli, bu orta Tuncdaydı. Neolit və Eneolitdə yox idi. İkini götürəcəyik. İstehsal təsərrüfatının mövcudluğu. İstehsal təsərrüfatının mövcudluğunun deməli, biz götürməyəcəyik. Niyə görə? Çünki istehsal təsərrüfatı əsası qoyulmuşdu mezolitdə, yəni digər dövrlərdə də var idi. Əmlak bərabərsizliyi yaranmışdı, erkən Tuncda dərinləşmişdi. Tunc dövrünün digər dövrlərində, hətta son Tunc dövründə buna aid tapıntılar da var idi. Yəni cavabımız olacaq bizim 2 və 4. Tunc dövrünə aiddir, amma Neolitlə Eneolitə aid deyil. Y variantı. Doğru cavabımız olacaq. Daha sonra uşaqlar biz baxırıq 44-cü suala. 44-cü sualda bizə deyir ki, Şirvanşahlar dövlətinin cədvəldə verilən dövlətlərlə ümumi cəhətlərini müəyyən edin.
Qaraqoyunlu dövləti ilə Şirvanşahların ümumi cəhətini istəyir. Teymurilər dövləti ilə mübarizə aparılması, bilirik ki, Şirvanşahlar dövlətinin Teymurlərlə mübarizəsi var idi. Hətta Kürd çayı sahilində döyüşdə müttəfiqləri ilə birlikdə Teymur qoşunlarını məğlub edib Azərbaycan şimalından çıxarmışdılar. Həmçinin Qaraqoyunlu dövlətinin də mübarizəsi var idi. Teymurilər dövləti ilə Şahruxla mübarizələri var idi. Sədrudu dövlətə götürməyəcəyik əlbəttə ki, amma ki Şahruxla mübarizələri, Alaşkerdi falan götürəcəyik. Ona görə də A-nı götürərik. Cəlari dövlətindən asılı vəziyyətə düşməsi Qaraqoyunlu dövləti Cəlalilərdən asılı vəziyyətə düşməyib. Cəlalilər süquta uğradandan sonra dövlət yaranıb. B-ni götürmərik. 16-cı əsrdə süqut etməsi daha doğrusu Qaraqoyunlu dövləti 16-cı əsrdə süqut etməyib. Şirvanşahlar dövləti 1538-də 16-cı əsrdə süqut etsə də, Qaraqoyunlu dövləti 16-cı əsrdə yox, 1468-ci ildə süqut etmişdir. Yəni birə A variantını götürəcəyik. Ağqoyunlu dövləti. Qızıl Ordu dövlətinin hərbi yürüşlərinə məruz qalması. Qızıl Ordunun hərbi yürüşlərinə məruz qalmasını biz Ağqoyunlu dövlətinə götürməməliyik. Hakimiyyətinin, məsələn, Şirvanşahları götürmək olar. Hakimiyyətinin Şərqi Gürcüstana yayılması. Hakimiyyətin Şərqi Gürcüstana yayılması, məsələn, 1407-ci ildə Şirvanşahlara, Şirvanşah 1-ci İbrahimin dövründə, Ağqoyunlu dövlətinə də 1477-ci ildə götürmək olar, Uzun Həsən dövründə. Səfəvilər dövləti tərəfindən süquta uğradılması, bəli. Səfəvilər dövləti, məsələn, Şəruru götürməsək də, birinci qolu götürməsək də, 1503-cü ildə Almabulağı döyüşü ilə ikinci qolu süquta uğratmışdılar, Ağqoyunlu dövlətini süquta uğratmışdılar. Səfəvilər dövləti və Şirvanşahlar dövlətini 1538-ci ildə süquta uğratmışdılar. 2-yə də götürəcəyik B-ci, yəni Y variantı bizim doğru cavabımız olacaq. 1-ə A, 2-yə B-ci. 45-ci suala baxırıq uşaqlar. 45-ci sualda Səfəvi dövlətinə aid hadisə nəticə əlaqələrinin düzgün verildiyi bəndi bizdən istəyir. Deməli, burada deyir ki, birinci bənddə 1587-ci ildə saray çevrilişinin baş verməsi Məhəmməd Xudabəndə hakimiyyətdən uzaqlaşdırıldı. Bəli, Şah 1-ci Abbas hakimiyyətə gəlir əvəzində. 1591-ci ildə Təbrizdə Osmanlı əleyhinə üsyanın baş verməsi Şərqi Anadoluda Cəlalilər hərəkatının başlamasına təkan verir. Şərqi Anadoluda Cəlalilər daha əvvəl baş vermişdi hərəkatı. 116-cı əsrdə idi, amma Təbrizi üsyanından əvvəl baş vermişdi. Sadəcə bu üsyanın ən güclülərindən biri, Azərbaycanda baş verən ən güclü üsyanlardan biri Təbrizdə idi, 1591-ci ildə idi. Yəni, bu səbəb-nəticə əlaqələri, hadisə-nəticə əlaqələri uyğun gəlməyəcək burada. 2-ni götürməyəcək ona görə. 1605-ci ildə Sufyan döyüşündə Səfəvilərin qalib gəlməsi Osmanlı dövləti Mərənd müqaviləsini imzalamır. Çünki Mərənd 1618-dədir, Sufyan 1605-dədir. Mərəndə qədər hələ 2-ci İstanbul var 1612-ci ildə. Ona görə 3-ü götürmərik. Şah 1-ci Abbasın 1622-1623-cü illərdə hərbi əməliyyatlar aparması Bağdadda daxil olmaqla Ərəb-İraqı yenidən Səfəvilər dövlətinə birləşdirilirmi? Bəli, doğru cavabdır. Həmin hərbi əməliyyatlar nəticəsində İraq ərazisi geri qaytarılır. C variantı doğru cavab olacaq. Deməli, 1 və 4 doğru cavabımızdır. 46-cı suala baxırıq. Ərəb xilafətinin Əməvilər və Abbasilər sülaləsinin hakimiyyəti illərində müharibə apardığı dövlətlərdir. Sasanilər dövləti ola bilməz, biri çıxacaq uşaqlar. Çünki 651-ci ildə süquta uğradılıb ilk xəlifələr dövründə. Əməvilər isə 661-dən 750-yə, Abbasilər də 750-dən 1258-ə qədər hakimiyyətdədir. Lakin Bizansla mübarizə aparıblar həm ilk xəlifələr dövründə, həm Əməvilər, həm də Abbasilər dövründə Bizansla mübarizələri var idi. Xəzərlərlə mübarizəsi 8-ci əsrin sonuna qədər davam etdiyi üçün həm Əməvilər, həm də Abbasilər dövrünə uyğun gələcək. Uyğurlarla mübarizəsini görməmişik. Çinlilərlə Abbasilərin mübarizəsi var idi. Uyğurlar Mərkəzi Asiya torpaqlarında yerləşmişlər. Amma birbaşa Uyğurlarla Ərəb xilafətinin mübarizəsi haqqında məlumatımız yoxdur. Axund dövləti isə 567-ci ildə süquta uğradılıb. Ümumiyyətlə, Axund dövləti Ərəb xilafətini görməyib. Nə heç ilk xəlifələr dövrü, nə də digər dövrlərini. Deməli, biz cavab olaraq 2 və 3, yəni D variantını doğru cavab olaraq götürəcəyik. 47-ci suala baxırıq. 47-ci sualda qədim Roma dövlətinin tarixində Respublika dövründən fərqli olaraq imperiya dövrünü müəyyən edin deyir. Bu sualı yazmaq lazım olanda, yəni biz bilməliyik ki, eradan əvvəl 509-dan eradan əvvəl 27-ci ilə qədər Respublika dövrüdür. Eradan əvvəl 27-dən 395-ci ilə qədər imperiya dövrüdür.
Parfiya dövləti üzərində qələbə qazanılmışdır. Həm imperiya dövründə var, Mark Trayanın dövründə, həm də Respublika dövründə var, eradan əvvəl 38-ci ildə. Xristianlara açıq ibadət etməyə icazə vermişdir 313-cü ildə. Yəni bu imperiya dövrünə düşür, amma Respublikada yoxdur. Kiçik Asiyada bir sıra ərazilərin ələ keçirilməsi. Yəni bu hər ikisində ola bilər. Kiçik Asiyada bir sıra ərazilərin ələ keçirilməsi Respublika dövründə var idi. Məsələn, qulların öldürülməsi qadağan edilmişdir. Qulların öldürülməsi qadağan edilməsi 2-ci əsrdə idi. Yəni bu da imperiya dövrünə düşür. 2 və 4 bizim doğru cavabımızdır. C variantı doğru cavab olacaq. 48-ci sualda bizə deyir ki, daha əvvəl baş vermişdir. İngiltərədə 2-ci parlament islahatı 1867-ci ildir. Monroe doktrinası 1823 idi. Fransada 2-ci imperiya 1852-ci ildə yaradılmışdı. Sadova döyüşü 1866 idi. San Stefano 1878 idi. Və burada daha əvvəl baş vermiş hadisə, yəni ən birinci baş vermiş hadisə ən az rəqəmlisi olar. Və bu 1823-cü ildə Monroe doktrinasının qəbul edilməsi olacaq. Yəni B variantı bizim doğru cavabımız olacaq. 49-cu sualda uşaqlar bizə deyir ki, 11-13-cü əsrlərdə Azərbaycan şəhərlərinə aid uyğun bəndləri müəyyən edək və burada görürük ki, Gəncəyə aid olanlarda deyir Şəddadilərin paytaxtı olması. Şəddadilərin paytaxtı olubdur 971-ci ildən bəri və artıq Şəddadilər dövləti 1088-ci ildə süquta uğrayıb. Deməli, 11-ci əsrdə də paytaxt idi, yəni birə anı götürmək olar. Xarəzmşahlara qarşı üsyanın baş verməsi. Xarəzmşahlara qarşı üsyan 13-cü əsrdə idi. Amma ən güclü üsyan Gəncədə olsa da Naxçıvanda da üsyan var idi, hətta Təbrizdə də üsyan var idi. Yəni bunu ortaq cəhətə götürərik, 3-ə B götürərik. Monqolların ilk yürüşü zamanı dağıntıdan xilas olması. Naxçıvan dağıdılmışdı ilk yürüş zamanı, amma Gəncə xilas olmuşdu. Yəni 1-ə C götürərik, yəni 1-ə AC gedəcək. Və Yusif İbn Küseyr türbəsinin inşa olunması bu Naxçıvan tarixinə aid olacaq. İntibah dövründə Memar Əcəminin inşa etdiyi memarlıq nümunəsidir. Yəni bunu 2-yə götürəcəyik, 2-yə D variantı. Cəlairi dövlətinin paytaxtına çevrilməsi, Cəlairi dövlətinin paytaxtına çevrilməsini heç birinə götürməyəcək. Çünki ümumiyyətlə Cəlalilər dövləti 1340-cı ildə yaradılıbdır. Yəni 14-cü əsrdə yaradılıb. İlk paytaxtı Bağdad, sonraki paytaxtı Təbriz olubdur. Yəni bunların heç biri olmayıb. 1-ə AC, 2-yə D, 3-ə isə B variantı. Yəni A variantı bizim doğru cavabımız oldu 49-cu sualda. 50-ci suala baxaq. 50-ci sualda deyir, xəritədə rəqəmlə verilmiş şəhərlərdən hansılara aid xüsusiyyətlər verilmişdir? 10-cu əsrin birinci yarısında yəni verilənləri götürməliyik. 10-cu əsrin birinci yarısında paytaxt şəhər olmuşdur. 10-cu əsrin birinci yarısında, yəni 918-də ümumiyyətlə şəhərlər hansı şəhərlərdir? 1 məsələn Şamaxıdır, 2 Gəncə, 3 Naxçıvan ərazisi, 4 Təbriz, 5 isə Marağa şəhərləridir. 10-cu əsrin birinci yarısında paytaxt şəhər olmuşdur deyirsə, biz bunu həm 5-ə götürə bilərik, Marağa şəhərinə, Sazlərin paytaxtı olubdur. Həm də ki, 1-ə götürə bilərik, Şamaxı 918-ci ildə Şirvanşahların paytaxtı olub. Yəni 1 ilə 5-i götürürük onsuz avtomatik olaraq. Bir müddət Aranda məzədilərin iqamətgahı olub, 859-cu ildə Gəncədən söhbət gedə bilər, 2-ni də götürə bilirik. Sazlər dövlətinin 2 paytaxtı olub, yəni Marağa şəhəri, 5-i də götürə bilirik və deməli cavabımız 1, 2, 5 olacaq. Bu da Y variantında öz əksini tapıb. 51-ci suala baxırıq. 51-ci sualda bizə deyir ki, Albaniya dövlətinin 5-6-cı əsrlərinə fərqli olaraq 7-8-ci əsrlər tarixinə aiddir. Deyir, dövlət müstəqiliyinə son qoyulması, daxili müstəqilliyinə son qoyulması. Dövlətin daxili müstəqilliyinə son qoyulması, yəqin fikirləşə bilərsiniz ki, bu dövlət bir dəfə süqut eləyir, yəni 705-ci ildə. Amma 510-cu ildə də, uzun müddətli Sasani mərzbanlığı dövründə də dövlətin daxili müstəqilliyinə son qoyulmuşdur. Yəni burada biri ortaq olaraq götürərdik, ona görə biri götürməyəcəyik. İrsi və şərti torpaq mülkiyyətləri onsuz da var idi, bu hər dövrdə var. 2-ni də götürməyəcəyik, bu da ortaq olar. Bərdənin paytaxt şəhər olması. Bərdə paytaxt şəhəri idi, onsuz da 5-ci əsrdən paytaxt şəhəri idi Bərdə Albaniyada. Yəni bunu da götürməliyik. Mehranilər sülaləsi tərəfindən idarə olması, bəli, bunu götürəcəyik. 630-cu ildə Mehranilər sülaləsi hakimiyyətə gəlmişdi. Yəni bu 7-8-ci əsrlərə aid olsa da 5-6-cı əsrlərə aid deyil. A variantı bizim doğru cavabımız olacaq. 52-ci suala baxırıq. 16-cı əsrdə Osmanlı dövlətinin Habsburglara qarşı ittifaq qurduğu dövrdə, ittifaq qurduğu, daha doğrusu dövləti xəritədə müəyyən edin deyil.
Bu 1535-ci ildə Fransa idi. Fransada 4 nömrəli ərazidir. Bu da B variantında öz əksini tapıb. 53-cü sualda deyir ki, bizə Heydər Əliyevin birinci prezidentliyi dövründə Azərbaycan Respublikasının xarici siyasətinə aiddir. Lissabon sammitində iştirak etməsi 1996-cı ildə idi. Bəli, burada Azərbaycan ərazi bütövlüyü tanınır. Türkiyə ilə Ümid Körpüsü 1992-ci ildə olsa da, bu Heydər Əliyevin həm birinci prezidentliyi 1993-dən 98-ə qədərdir, bura düşmür. Həm də ki, Heydər Əliyevin Naxçıvandakı Ali Məclisin sədri olduğu dövrə düşür. Yəni, ikini götürməyəcəyik. Avropada təhlükəsizlik və əməkdaşlıq müşavirəsinə 1992-ci ildə qoşulub Azərbaycan. Yəni, bu da Heydər Əliyevin birinci prezidentliyi dövrünə düşmür. Atəşkəslə bağlı Bişkek protokolunun imzalanması bu 1994 mayında idi. Bu düşəcək. Heydər Əliyev prezidentliyi dövrünə, birinci prezidentliyinin dövrünə düşəcək. Zaten onsuz da Heydər Əliyevin prezidentliyi dövrünə aid olanlar 2 dənəsidir, 1 və 4-dür. Qalanları onun heç prezidentliyi dövrünə düşmür. Biri, yəni 2 nömrəli olanı isə onun Naxçıvan Ali Məclisinin sədri olduğu dövrə düşür. Yəni cavabımız burada qısacası 1 və 4 olacaq. 54-cü suala baxırıq. Azərbaycan SSR-nin tarixinə aid xronoloji ardıcılığı istəyir bizdən. İlləri müəyyənləşdirək. İlk konstitusiya 1921 idi. Hərbi kommunizm siyasəti məhdud şəkildə tətbiq olunmuşdu və tətbiq olunmaya başlaması 1920-ci ildə idi. Deməli, birinci Ümumİttifaq Türkoloji Qurultayının keçirilməsi bu 1926 idi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının təşkil edilməsi bu isə 1924-cü ildə idi. Deməli, düzsək olacaq birinci 2 ilə başlayacaq. 2, 1, 4, 3. Doğru cavabımız olacaq. 55-ci suala baxırıq. 20-ci əsrin 20-ci illərində baş vermişdir. Fransa və Belçika qoşunlarının Almaniyanın Ruhr bölgəsinə hərbi müdaxiləsi 1923 idi. ABŞ tərəfindən Davos planı 1924 idi. SSR-nin müdaxiləsi Çexoslovakiyada kommunist rejimi 1948, Varşava müqaviləsi təşkilatı 1955 idi. Yəni doğru cavabımız 1 və 2 olacaq. Daha sonra gəlirik 56-cı suala. Teymuri hökmdarı Şahruxun fəaliyyəti üçün səciyyəvidir deyir. Səfəvilər dövləti ilə diplomatik münasibətlər ümumiyyətlə Səfəvləri görməyibdir. Şahrux 1-i götürməyək. Qaraqoyunlu dövlətin asılı salınması, bəli, Cahanşahı asılı vəziyyətə salmışdı. Və Cahanşahı 1436-dan 1447-ci ilə qədər asılı vəziyyətdə idarə etmişdi dövləti. İkinci götürəcəyik. Dövlətin paytaxtını yeni şəhərə köçürmüşdü. Bəli, Herata köçürmüşdü Səmərqənddən. 3-ü də götürəcəyik. Alaşkürd döyüşündə məğlub olmamışdı. Daha doğrusu qalib gəlmişdi. 4-ü götürməyək. Və Şirvanşahlar dövlətlə hərbi ittifaq. Deməli, burada uşaqlar ittifaq bağlamışdı. Özdə Şirvanşah hökmdarı 1-ci Xəlilullahla ittifaq bağlamışdı Qaraqoyunlu dövlətinə qarşı. Bunu da götürək. 2, 3, 5 bizim doğru cavabımız olacaq. 57-ci suala baxırıq. 57-ci sualda deyir Şimali Azərbaycan 19-cu əsrin 30-cu illəri və 19-cu əsrin 40-cı illəri. Mərkəzi Şamaxı olan Xəzər vilayətinin yaradılması 1840-cı il olduğu üçün bunu 19-cu əsrin 40-cı illərinə götürəcəyik. Çar Balakən cəmaətliyinin daxil müstəqinə son qoyulması deyirsə, bu 1830-dur. Bunu 19-cu əsrin 30-cu illərinə götürəcəyik. İlk Rus məskənləri 1830-cu ildə Çar 1-ci Nikolayın fərmanına əsasən yaradılmışdı. Bu da 30-cu illərə gedəcək. Bəzi xanlıqların daxil müstəqin saxlanması artıq 30-cu və 40-cı illərdə xanlıqlar yox idi, daxil müstəqin saxlanmamışdı. Çünki sonuncusu 1828-ci ildə İrəvan və Naxçıvan daxil müstəqin ləğv olunmuşdu. Şeyxülislam və müftü vəzifələrinin təsisi isə bu isə 1829 idi. Yəni bu heç birinə aid deyil. Deməli cavabımız 1-ə B, C, 2 isə A variantı olacaq. Daha sonra keçək mənbə sualına. Mənbəni oxuyub tapşırıqları yerinə yetirməliyik. Mənbədə deyir ki, 1-ci Rusiya-Qacar müharibəsi dövründə, yəni 1804-1813-cü illərdə Rusiyanın Cənubi Qafqazda irəliləyişi İngiltərənin geosiyasi maraqlarına ciddi təhdid yaradırdı. Lakin həmin dövrdə Napoleonun Avropada apardığı işğalçı müharibələr bu məsələni arxa plana keçirirdi. Buna görə də Napoleona qarşı qurulan yeni koalisiyada İngiltərə və Rusiya eyni cəbhədə yer almalı olurdu. Çünki ikisi də Napoleona qarşı idilər. Sonradan Avropada dövlətlərarası münasibətlərdə siyasi vəziyyətin dəyişməsi Fransa ilə Rusiya arasında yaxınlaşmaya gətirib çıxardı. Bu vəziyyət İngiltərə hökumətini Qacar dövləti ilə əlaqələrini daha da gücləndirməyə sövq etdi.
Nəticədə İngiltərənin göstərdiyi maliyyə və hərbi dəstək Qacar qoşunlarının 1808-1809-cu illərdə aparılan hərbi əməliyyatlarda nisbi üstünlük əldə etməsinə şərait yaratdı. 58-ci sualda deyir ki, birinci abzasda bəhs edilən koalisiyanın işini çətinləşdirən amillərdən birini yazın. Yəni biz baxaq görək elə koalisiyanın hansı koalisiyadan danışırdı. Bayaq oxuduq, gördük ki, deyir ki, buna görə də Napoleona qarşı qurulan yeni koalisiyada İngiltərə və Rusiya eyni cəbhədə yer aldı. Yəni Napoleona qarşı Avropada bir koalisiya yaradılmışdı Napoleon işğallarına qarşı. İndi bizdən soruşur ki, niyə görə həmin koalisiyanın işi çətinləşmişdi? Çünki bu ittifaqda olan dövlətlər bir-birlərinə qarşı səmimi deyildilər. Bu da onların arasındakı ziddiyyətləri artırırdı. Ona görə də onların Napoleona qarşı mübarizəsi çətinləşdirir. Yəni bir-birlərinə qarşı səmimi olmamaları, aralarındakı ziddiyyətlərin artması, ona görə də bu koalisiyanın işi çətinləşdirilir. 59-cu sualda deyir ki, mənbədə bəhs olunan müharibə dövründə Rusiya və Fransa arasında imzalanmış müqavilənin adını yazın. Söhbət 1807-ci ildə Tilsit sülhündən gedir. Bilirik ki, Fransanın Avropadakı işğallar Rusiya tərəfindən tanındı və Rusiya İngiltərəyə qarşı Fransanın qurduğu kontinental blokadaya qoşuldu. 60-cı sualda deyir, mənbənin son cümləsinə əsasən Qacarlar ordusunun əldə etdiyi uğurlardan ikisini yazın. Son cümləsinə baxaq. Deyir ki, nəticədə İngiltərənin göstərdiyi maliyyə və hərbi dəstək Qacar qoşunlarının 1808-1809-cu illərdə aparılan hərbi əməliyyatlarda nisbi üstünlük əldə etməsinə şərait yaratdı. Yəni 1808-1809-cu illərdə hansı belə deyək, nailiyyətlər əldə ediblər? Bunu deməliyik, bunu yazmalıyıq. Birincisi 1809-da yadımıza düşür ki, məsələn Qarababa döyüşündə qalib gəldilər. Qarababa döyüşündə qalib gəldilər. Və ikinci yadımıza düşür ki, Rus qoşunları bu dövrdə İrəvanı mühasirə almışlar, Naxçıvan və Üskilsəni də tutmuşdular. Naxçıvanı Üskilsəni tutub İrəvanda mühasirə almışlar. Deməli, Rus qoşunları Naxçıvanı və Üskilsəni tərk edir, həmçinin İrəvan mühasirəsindən əl çəkir. Rusların İrəvan mühasirəsi uğursuzluqla nəticələnir. Yəni bu da Qacar ordusunun əldə etdiyi uğurlar hesab oluna bilər. Belə uşaqlar, cavabları da rəy bölməsinə yazacağam. Hər birinizə uğurlar arzulayıram. Sağ olun.